Salam Nigar xanım. Salam, salam, xoş gördük. Xoş gördük. Am, Necəsiz? Çox sağ olun. Siz necəsiniz? Çox sağ olun. Mən də yaxşıyam. Efirimizə qoşulan hamını da salamlayıram. Axşamınız xeyir Axşamınız olsun. xeyir. Mən təklif edirəm ki, biz bir 5 dəqiqə gözləyək. Hı hı. Bizim digər izləyicilərimiz də qoşulsun yavaş-yavaş. Hı hı. Çünki Axşamınız xeyir düşünürəm Rəza ki, xanım. canlımızın saat elə saatdır ki, hamı işdən evə qaçıb ancaq rahatlanana, canlı qarşısına keçənə. Ona görə bir balaca düşünürəm ki, gözləməkdə fayda var. Hı hı. Necə gedir işləriniz? Yaxşıdır, çox sağ olun. Sizin işləriniz necədir? Çox şükür, Bizim çox ortaq şükür. işlərimiz necədir? Yaxşıdır, yaxşıdır. Bugün xeyli qonağımız olub. Onları qarşılamışıq, onlarla məşğul olmuşuq. Xeyirli Planlar olsun. müzakirə etmişik. Düşərgələrin təşkili ilə bağlı dünən məkana baxmışam. İnşallah, yəni ki, toplantı edib daha detallı müzakirə eləyəcəyik. İnşallah hər şey uğurlu, xeyirli olsun. Amin, amin. Hamımız üçün inşallah. Hamımız üçün elə olsun. Bizim qonaqlarımız var, qoşulanlar var. Təklif edirəm biz yavaş-yavaş başlayaq. Bir daha Hı hamının hı. axşamı xeyir olsun. Biz İnsan Yaşam Mərkəzi olaraq həftədə bir dəfə, könül istərdik ki, daha çox, amma həm mütəxəssislərimizin, həm də ümumi işimizin gedişatından asılı olaraq həftədə bir dəfə biz çalışırıq ki, belə canlı yayımlar edək. Burada bizim əsas məqsədimiz əlbəttə ki, maarifləndirmədir. İnsanlarımızı daha çox məlumatlandırmaqdır, suallarını cavablamaqdır, cəmiyyətdə fayda vermək, dəyər qatmaq üçün bunu edirik. Nigar xanıma, daşıma da təşəkkür edirəm, bizim dəyərli Mən təşəkkür mütəxəssisimizə. edirəm dəvət elədiyiniz üçün. Deməli, Nigar xanım, bugün biz çox vacib mövzudan danışacağıq. Əslində, biraz öncə də elə İnsan Yaşam Mərkəzinin sponsorluğu ilə daha aydın deyə bir veriliş təsis etmişik Hı Biznes hı. TV-də. Elə orada da bir millət vəkilimizlə müzakirə edirdik və o dedi ki, bugün Azərbaycan cəmiyyətində ən böyük problem psixoloji problemlərdir. Gənclərlə bağlı Düzdür. danışırdıq, depressiyalar var, özünə güvənsizlik var və s. və s. Hı Və hı. bugün elə sizinlə də mövzumuz budur. Bəli, Cəmiyyətdə ən çox qarşılaşdığımız psixoloji problemlər ki, bəli. həyatımızın siz çox gözəl bilirsiniz. Biz izləyənlər üçün də deyirəm, biraz çox danışıram ki, sizə mövzu keçənə kimi qoşulanlar qoşulsun. Yəni əsas problemimiz əslində bizim psixolojidir. Həyatımızın hər mərhələsində bu bizə çox ciddi təsir edir, çox ciddi. Bunu məsələn mən də illər sonra dərk etmişəm. Əvvəllər düşünürdüm ki, hər şey insan özü-özünə kömək edə bilər də, neyinir? Kiməsə nəsə danışanda güya nə olacaq ki? Hı Amma hı. reallıq o göstərir ki, bu belə deyil. Peşəkar dinləməsi bir başqadır. Onun üçün Nigah xanım, buyurun söz sizindir. Bugün cəmiyyətimizdə ən çox qarşılaşdığımız psixoloji problemlər nələrdir? Hı hı. Çox sağ olun Nigar xanım, çox maraqlı bir giriş elədiniz əslində. Elə bir çox şeydən danışdınız və bunlara biraz daha geniş, ətraflı məlumat vermək istəyirəm. Bugünkü gün cəmiyyətimizdə bəli, sizin də vurğuladığınız kimi çox böyük problemlər var və bunların başında gələn ən əsası, ən başlıcası elə psixoloji problemlərdir ki, hər sahəmizə təsir göstərir. Ailə həyatımıza, şəxsi münasibətlərimizə, dost münasibətlərimizə, iş yerində, işdəki problemlərimizə və s. bir çox şeyə əslində insan psixologiyası təsir göstərir bugünkü gün və ən çox rastlaşdığımız problemlərdən biri, yəni bu mənə olunan müraciətlərdən və ətrafımdakı belə deyim, kolleqalarıma olan müraciətlərdən eşitdiyim qədərilə ən çox rastlaşdığımız son zamanlarda yayılmış bir depressiyadır. Təşviş pozuntusu, panik atakdır ki, bu xüsusən də gənclər arasında çox tez-tez yayılıb. Keçən səfər İnsan Yaşam Mərkəzində bir video çəkdik, bir reels çəkdik ki, son zamanlarda bu yeniyetmələrdə imtahan ərəfəsi olduğu zamanlarda, daha çox onların həyatında bir dönüm nöqtəsi olan zamanlarda bu təşviş daha da artmağa başlayır və bütün gənclər panik atak keçirməyə başlayırlar və bir çoxu imtahan stresi də buna aid ola bilər, ümumi olaraq bir həyəcan, bir təşviş. Bu da əksər hallarda valideynlərin və ya ümumi həyat şərtlərinin onların üzərinə yüklədikləri məsuliyyət hissindən irəli gələn bir problem olur. Bundan əlavə ümumi olaraq travma yaşayan insanlar olur ki, bəlirli bir travma keçirirlər və buna
Deyəsən Nigar xanımda internet dondu. Görürsən məndə mi dondu, Nigar xanımda mı dondu? Nigar xanımın interneti donubdur. Mən yeni qoşulan hər kəsi salamlayıram. Bizim bugün mövzumuz deməli daha çox cəmiyyətdə qarşılaşdığımız psixoloji problemlərdir. Əsasən bu mövzunu müzakirə edirik. Nigar xanım bizim klinik psixoloqumuzdur və o məsələləri bizimlə paylaşır, təcrübələrini bizimlə paylaşır və müşahidələrini paylaşır. Amma ümumilikdə deyə bilər ki, doğrudan da cəmiyyətimizdə kifayət qədər ciddi psixoloji pozuntulardan əziyyət çəkən insanlarımızın sayı həqiqətən çoxdur, xüsusilə də gənc nəslin. Nigar xanım bildirir ki, onu yayından atıbdır canlı. Mən onu yenidən dəvət edirəm. Mən gəldim. Xoş gəldiniz. Nəsə bir problem yaşandı, səhv eləmirəmsə birdən-birə atdı mənim. Harda qalmışdım? Ümumi olaraq travma yaşayan insanlardan danışırdım ki, həyatlarının bəlirli bir anlarında, bəlirli bir zamanlarda üst-üstə yaşadıkları travmalardan, çətin anlardan sonra onlarda təşviş pozuntusu təkrardan yaranma ehtimalı olur, yüksək olur. Bu təkcə anlıq bir imtahan stresi ya da başqa bir durumla bağlı olmaya da bilir. Bunlarla yanaşı ən çox yayılan özgüvən problemləridir, qeyd etdiyiniz kimi. Daha çox bu da yeniyetmələr və gənclər arasında yaygınlaşmış bir problemdir ki, mən özgüvənsizəm, bəzilərində bu artıq sosial fobiya kimi yaranmağa başlayıb. Çünki o qədər çox günümüzdə internet, sosial şəbəkə və digər platformalar üstünlük təşkil edir ki, insanlar öz aralarında o ünsiyyəti qura bilməkdə artıq çətinlik çəkirlər. Hər kəs bəlli bir ekranın arxasında öz dünyasını yaşayır və bu dəfə sosial bir mühitdə adaptasiya olmaqda çox böyük çətinliklər çəkə bilirlər və bu da günümüzün yeniyetmə və gənclərində çox tez-tez görülən bir problemdir. Bir də orta yaşın gəldiyi bir böhran problemləri var ki, bunlardan biri də mən hal-hazırda kiməm, olduğum şəxsi özüm mü seçmişəm, gələcəklə bağlı nə etməliyəm, nə etmək istədiyimə dəqiq qərar verə bilmirəm, hal-hazırda kiməm, nəçiyəm, bunun kimi bəzi suallarla insanlar bəlli bir orta yaşa çatdıqdan sonra, burada da yenə bəzən valideynlərinin yönləndirmələri ilə həyatlarını fərqli bir formada qururlar və günün sonunda bəlli bir yaşa çatdıqdan sonra mən nə əldə etmişəm və istədiklərimi mi əldə etmişəm, mən əslində başqa cür bir həyat yaşamaq istəyirdim, amma bugünkü gün tam fərqli bir həyat yaşayıram deyə bəlli bir böhran yaşaya bilirlər və bununla da müraciət edə bilənlər olur. Ümumiyyətcə bu gənclərin, xüsusilə yeniyetmələrin, bugün verilişlərdə çox danışmışam, səsim batır. Yeniyetmələrin, gənclərin bu özgüvənsizliyi hardan qaynaqlanır əsasən? Niyə görə bunu soruşuram? Təbii ki, mühit çox önəmlidir. Bizə əhatə edən mühitin, bizə davranışı mütləq ki, bizim belə deyək, olduğumuz halımızı formalaşdırır. Amma bəlkə valideynlər günahkardır, bəlkə çox şey gözləyirik, bəlkə valideynlərimiz də özgüvəni aşağıdır deyə bizi də belə böyüdürlər. Yoxsa onların özgüvənlərinin az olması bizə də yansıyır. Yəni problem buradanmı qaynaqlanır? Yoxsa başqa daha statistik ölçülə biləcək göstəricilər var ki, məhz bu məqamlardan dolayısıyla bu məqamlar səbəbindən bizdə insanlarımız, xüsusilə də gənclərimiz özgüvənsizdir. Baxın, adicə mən bir şey deyim, qardaş Türkiyədə uşaqları dindirəndə onlar çox rahat-rahat, çox gözəl-gözəl danışırlar. Amma bizim cəmiyyətdə bizə bir 3 yaşlı, 5 yaşlı, 7 yaşlı uşağa mikrofon uzadanda o çox stresə düşür, çox həyəcan keçirdir, nə deyəcəyini unudur, danışmaq istəmir və s. Nigar xanım, bunun əsas səbəbi nədir?
Burada bir çox faktor var. Sizin də qeyd etdiyiniz kimi çevrə önəmlidir. Bir insanın ümumiyyətlə araşdırmalar bunu göstərir. Ümumiyyətlə Freudun da belə bir nəzəriyyəsi var ki, bir insanın şəxsiyyət olaraq formalaşmasında onun genetiki faktorları çox böyük rol oynayır. Hətta deyilir ki, insan ana qarnında, ana bətnində olarkən artıq onun şəxsiyyəti bəlli bir şəkildə formalaşmış olur. Bəlli olur ki, bu adamın hansı şəxsiyyət tipi olacaq və artıq 18-20 yaşından sonra biz insanlarda konkret hansı şəxsiyyət tipindədir, pozuntusu varmı, şəxsiyyət pozuntusu varmı, yoxmu? Biz bunları bu yaşlardan sonra dəqiqləşdirə bilirik. Və bununla yanaşı Adlerin də belə bir nəzəriyyəsi var ki, insan şəxsiyyətinin formalaşması üçün təkcə genetik faktorlar kifayət etmir. Bununla yanaşı mütləq dərəcədə çevrəsəl faktorlarında, o insanın hansı mühitdə böyüdüyü, hansı şəraitdə tutaq ki, dərsə, məktəbə getdiyi, hansı şəraitdə universitetə getdiyi kimi ətrafındakı insanların da çox böyük təsiri var ki, bu da düzdür. Belə bir araşdırma ediblər vaxt ikən, belə bir təcrübə ediblər. Eyni ailədən doğulan iki uşağı Bəli, o hətta iki təcrübəni ikiz necə uşağı götürüblər. Birini çox aşağı ekonomik səviyyəli, heç təhsilsiz, çox belə yəni içkiyə və s. meyilli olan bir valideynlərin yanına qoyublar və digərini isə götürüb ziyalı, yaxşı, normal bir həyat şəraiti olan bir ailəyə qoyublar və bu iki uşaq da eyni ata-anadan, eyni qandan, eyni genetikadan olmasına baxmayaraq çox fərqli-fərqli şəxsiyyətə bürünüblər hər ikisi. Çünki burada görürük ki, çevrənin də çox böyük rolu var. Amma Gustav Jung'un da verdiyi bir məlumatımız var, bir nəzəriyyəmiz var ki, deyir ki, bizim əcdadlarımızdan gələn bəlli bir genetik kodlamalarımız da var və bu genetik kodlamalar da bizim əslində bugünkü gün olduğumuz şəxsi yaradır və ortaya çıxardır hardasa. Baxdığımız zaman bir çoxumuz əslində nənəmizdən, babamızdan bəlli bir şeylər götürürük. Bu da qulaqdan qulağa dolma bəlirli sözlərlə, bəlirli ifadələrlə keçən bir şeydir bizim nəslimizə və bizdən sonraki nəsillərə. Mən həmişə pasientlərimə belə bir şey deyirəm ki, bu bir zincirdir və bu zinciri əgər siz qıra bilməsəz, sizdən sonraki nəsildə sizin yaşadığınız travmanı yaşayacaq. O da öz travmasını, sizdən keçən travmanı başqasına yaşadacaq və sizin travmanız da sizdən öncəki nəsillər sizə yansıtılan bir travmadır. Ona görə də zinciri bir yerdə qırmaq lazımdır. Və o özgüvənsizliyin altında yatan səbəblərdən biri bizim valideynlərimizin başqalarının övladları ilə uşaqlarını çox tez-tez müqayisə eləmələridir. Cəmaatın uşağı, xalqın uşağı, nə bilim, filan kəsin uşağı belə bal yığdı, filan yerə belə girdi, filan şey belə elədi. Valideynlərin burada anlamalı olduğu ən əsas nüanslardan biri də odur ki, hər kəsin özünə məxsus fərdi bir potensialı var. Kiminin potensialı riyaziyyat sahəsindədir, kimininki məsəl üçün daha sosial fənlərdədir, humanitar fənlərdədir, kimininki musiqi sahəsində bəlkə fitri bir istedadı var, kimi gözəl rəsm çəkə bilir, kimi gözəl şahmat oynaya bilir. Hər kəsin, hər insanın fərdi özünə məxsus bir yeteneği, bir bacarığı var və buna yönəlik biz o uşaqlarımızı yönləndirməliyik. Uşaq mənə deyəndə ki, mən futbol oynamaq istəmirəm, mən fitnessə getmək istəyirəm və yaxud da mən gedib rəsm kursuna yazılmaq istəyirəm, musiqi kursuna yazılmaq istəyirəm. Biz bu zaman uşaqları dinləməliyik. Yox, sən futbol oynayacaqsan, sən oğlansan, oğlan futbol oynayar. Və yaxud da qız mütləq ancaq rəqsə getməlidir. Bəlkə bu qız özünü idman sahəsində daha rahat hiss eləyir, daha yaxşı özgüvənlə, bəlkə o uşaq sabah dünya çempionu ola biləcək potensialdadır. Lakin biz onun qarşısını kəsirik. Bu kimi hallar yaşandıqca artıq uşaqlarda, uşaq vaxtından işi mən bacara bilməyəcəm, məndə alınmayacaq deyə bu özgüvən problemləri yaşanmağa başlayır. Biraz da son zamanlarda ətrafımızda yayılan. Əslində bu həmişədən olub, amma biz bunun adını bilmirdik. İndi bilirik ki, bu bullyingdir. Məktəblərdə, universitetlərdə öz sinif yoldaşlarına, öz həm siniflərinə qarşı yönləndirdikləri psixoloji şiddətdə uşaqlarda zaman-zaman bu özgüvənsizliyi yaratmağa çox böyük şərait yaradır. Bəzən xarici görünüşləri ilə dalga keçirlər, bəzən hansısa fəndən biraz aşağı bal yığanda ondan dalga keçirlər. Yəni bu onların xəyal gücü çox geniş olduğuna görə sən kəstirə bilmirik ki, biz nəyinə görə bu uşaqla dalga keçəcəklər, nəyinə görə o uşağı psixoloji şiddətə məruz qoyacaqlar. Amma bu da insanlarda o özgüvən problemini yaradır. Amma yenə də altda yatan əsas səbəblərdən biri yetişdirilmə tərzidir. Valideynin uşağa verdiyi o güvən, ona verdiyi, aşıladığı o sən bacararsan, sən eləyərsən, ən xırda bir uğurunu da görməliyik, ən xırda uğursuzluğunu da görməliyik. Hansısa bir səhv olduğu zaman onu normal şəkildə cəzalandırılmalıyıq ki, o səhvini anlasın. Amma
uşağın hər hansısa xırda bir uğurunda ona afərin deyib, alqışlayıb onu ödüləndirməyi də bacarmalıyıq ki, sabah o özü özünə hər nəysə bir şey əldə elədiyi zaman, bir uğur əldə elədiyi zaman özü də özünə o alqışı eləyə bilsin. Yoxsa bəzi insanlar var, dediyim kimi orta yaşa gəliblər və gəlirlər psixoterapiyaya. Baxırsan ki, hər şeyi əldə edib də bu insan. Bir insanın çata biləcəyi təhsili, işi, ailəsi, hər şey var, amma bu insan özünü əski hiss edir. Çünki özü özünü tərifləmir, alqışlamır, özü özünü yetərli bulmur. Məsələ buradadır. Bu da valideynlərin daim uşaqlardan daha artığı, daha yaxşısı gözləntisinə uşaqları saldıqlarına görədir. Nigah xanım, bəzən düşünürəm ki, biz təvazökarlıqla o dediyiniz məqamları səhv salırıq. Yəni biz bəzən özümüzü təvazökarlıq etməliyəm öhdəliyinə məcbur buraxırıq və özümüzə təşəkkür edə bilmirik, öz uğurlarımızı görə bilmirik. Göstərə Misal üçün, mənim bilmirik yaşadığım bəzən. məsələlərdən biridir bu şəxsən öz təcrübəmdə. Nə qədər, misal üçün, kimsə kənardan deyir ki, ay halal olsun, sən bu işi belə gördün, elə gördün, necə çatdırdın və s. Mənə qəribə gəlir, fikirləşirəm ki, nə var ki burada? Öz uğurunu küçümsəmə, görə bilməmə, bu kimi hallar yaşayırıq. Bəzən bunu düşünürük ki, ayıbdır. Yenə də indi Türklərdən misal çəkəcəm. Yəni Türkiyə Respublikasında yaşayan qardaşlarımızdan. Normalda misal üçün biz onlarla çox işləyirik deyə mən onları misal çəkirim. Yəni iş prosesində də onları görürəm. O qədər gözəl özlərindən əmin danışırlar. O qədər gözəl təqdimat eləyirlər ki, normalda biz də eyni şey edirik. Bəlkə daha yaxşı etdiyimiz məqamlar olur. Amma biz bunu danışmaqda, göstərməkdə, özümüzə güvənli şəkildə ifadə etməkdə əziyyət çəkirik. Bəzən bu Bu bilirsiniz özgüvənli hardan nitqdə məhz qaynaqlanır? bu özünlə bağlı olan bir məsələdir. Düz deyirsiniz. Mən kommentləri oxumaq istəyirəm. Sonra yenə müzakirəmiz davam etdirək. Bir Tamam. xanım bizlə salamlaşıb, biz də onu ürəkdən salamlayırıq. Hı Bir hı. xanım yazıbdır ki, sizdə təcrübə proqramları varmı? Əgər xanım psixoloqdur və yaxud psixologiya üzrə təhsil alıb və təcrübə keçmək istəyirsə, bəli, mərkəzimizə yaxınlaşa bilər və biz bu şərtlər, qaydalar və s. haqqında məlumat verə bilərik və yaxud da yaza da bilər sosial media şəbəkələri üzərindən, o cümlədən də zəng edib məlumat ala bilər. Bizim dəyərli izləyicimiz, çox dəyərli müəllimə xanım, Afət xanım bizə sual ünvanlayıb ki, bəs daha doğrusu təklifdə, xahişdə bulunub ki, abituriyentlər artıq çox ciddi gərginlik altındadırlar, imtahan yaxınlaşır və bu mövzuda da canlı yayımda danışaq. Elə siz də müzakirəyə girərkən elə bu mövzuya toxundunuz ki, imtahan öncəsi özünü təqdim etmə də bir psixoloji pozuntudur, əgər layiqincə olduğumuz kimi görünə bilmiriksə, bildiklərimizi təqdim edə bilmiriksə. Elə istəyərdim bu haqda da danışaq ki, bu yeniyetmələrin xüsusilə imtahana hazırlaşdıqları dövrdə problemləri görürük. Nə tövsiyə edirsiniz? Hansı kiçik toxunuşlar, davranışlar, nələr eləyə bilərlər? Bəlkə nəfəs texnikası ki, onlar qismən bu gərginliyi üzərlərindən ata bilsinlər və valideynlərə tövsiyəniz nə olar? Birinci valideynlərdən başlamaq istəyirəm. Çünki burada ən çox təzyiq onlar tərəfindən olur. Dünyanın sonu deyil, heç bir şey dünyanın sonu deyil. Bu uşaq bu fəndən yaxşı bal da yığa bilər, zəif bal da yığa bilər. Bu ona sənin həyatının ən böyük imtahanıymış kimi o uşağa aşılanmamalıdır. Çünki bundan sonra onda bu çox böyük təzyiq və təşviş pozuntusu yaratma ehtimalı yüksək olur. Ona görə uşağa bunu eləməsinlər. Özlərinə də bunu eləməsinlər. Çünki özləri də gərginlik keçirdirlər. İmtahanda hər birimiz keçmişik bu imtahanlardan. Yaxşı nəticə əldə eləmişik, pis nəticə əldə eləmişik. Çox şükür hər birimiz gəlib bəlli bir yerlərə çata bilmişik. Çox güman ki, o uşaq da oxuyursa, universitetə daxil olubsa, qəbul olubsa və yaxud da qəbul olma ərəfəsindədirsə. Mən şəxsən özüm universitet imtahanı ərəfəsində çox stres keçirmişdim və əslində özümün potensial olaraq yığa biləcəyim baldan daha aşağı bal yığmışdım, nə yalan deyim. Bəxtim orada gətirdi ki, öz istədiyim ixtisasa daxil oldum. Amma yenə də bu məndə ailənin o baskı olaraq verdikləri yox, sadəcə mənim biraz artıq məsuliyyətli bir insan olduğum üçün həmən yaxşı bal yığmalıyam. Mən filan insanların tutaq ki, yola deyəm, mən ailəmin üzünə ağ eləməliyəm. Bu düşüncələr, bu fikirlər artıq məndə istər-istəməz o imtahanda bir anlıq kilitlənmə yaratdı. Və uşaqlar da o imtahana girdikləri an, istər abituriyentlər olsun,
Hı Ola -hı. bilər ki, bəlli bir müddət limiti var, limitdən sonra atır ola bilsin ki. Çünki internetin problemli deyil. Yəqin ki, limiti var imiş. Hə, onu deyirdim ki, burada istər-istəməz abituriyentlər də universitetdə oxuyan və yaxud da məktəbdə oxuyan, onlar da indi tez-tez imtahanlar verirlər. Kiçik summativ, böyük summativ bir çox imtahanlar var. Hansı ki, bizim vaxtımızda bunlar yox idi. Onlar da məsəl üçün bu valideynlərinə maksimum dərəcədə izah eləməyə çalışsınlar, ünsiyyət qurmağa çalışsınlar ki, baxın biz onsuz da fərqindəyik öz öhdəliklərimizin və sizin də ekstradan bizim üzərimizə bir məsuliyyət, bir öhdəlik yükləməyiniz bizdə artıq narahatlığa səbəb olur. Amma bunları deyərkən də dərsləri boşlamamalıdırlar. Onlar üçün də bir tövsiyə verə bilərəm ki, təşviş hiss elədikləri anda narahatlıq, ürək döyüntülərinin artması, nəfəsdə darlanma, boğulma, baş gicəllənmə hissi, əllərdə, ayaqlarda titrənmə və s. kimi simptomlar təşviş pozuntusunun panik atakın simptomlarıdır. Əgər özlərində bunu hiss edirlərsə, birincisi bunu çox vaxt keçirtmədən mütəxəssisə müraciət eləməlidirlər mütləq şəkildə. Çünki bu artıq bir müddət davam edirsə, deməli bu artıq bir pozuntudur. Və özləri də bunun öhdəsindən necə gələ bilərlər? Nəfəs egzərsizləri eləyərək biraz o ürək döyüntülərini stabilləşdirə bilərlər. Nəfəsi alırıq 4 saniyə, 5 saniyə, 3 saniyə saxlayırıq və 6-7 saniyə ağzımızdan buraxırıq. Bu şəkildə ürək döyüntülərimiz stabilləşir və ondan sonra da o təşviş halı, narahatlıq halı keçir. Və nəfəs aldığımız sırada da düşüncələrimizi tamam fərqli bir tərəfə yönləndiririk. Olduğumuz ortamı tərk eləyə bilərik, biraz fərqli bir uzaqlaşma bizə yaxşı təsir edə bilər. Və bundan əlavə də bəzi meditasiyalar var, hansı ki o meditasiyalarda kömək eləyə bilir bəzi pasientlərə təşvişlərindən bağlı öhdəsindən gəlmək üçün xeyli yardım eləyə bilirlər. Bir də uşaqlara belə bir məsləhətim ola bilər ki, imtahanlar dalbadal gəlir, davamlı şəkildə olur və onlar hardan başlayacaqlarını, hardan oxumalı olduqlarını, necə eləyəcəklərini, hansı fənni önə salmalı olduqlarını bilmirlər. Bunun üçün onlar nə edə bilərlər? To-do list hazırlasınlar özləri üçün. Gündəlik proqram olaraq özlərinə bəlli bir proqram ayırmalıdırlar və bu proqrama əsasən həyatlarını, günlərini ən azından o imtahan ərəfəsində keçirə bilərlər. Belə ki, məsələn, əgər çətin olan və zəif bildikləri fən uzaq tarixdədirsə, onu indidən yavaş-yavaş oxumağa başlamalıdırlar ki, artıq o vaxt gəlib çatanda o təşviş, o narahatçılıq onlar təzədən başlamasın ki, vaxtım az qalıb, mən bu fənni zəif bilirəm. Bu şəkildə əgər yarım saat, tutaq ki 40 dəqiqə oxuyub, 5-10 dəqiqə fasilə verib təkrar oxumağa davam eləsələr və bu dönəmdə mütləq yuxularını düzgün şəkildə idarə etməyi bacarsalar, düşünürəm ki, təşvişi daha az, daha rahat bir şəkildə öhdəsindən gələrək imtahanlardan yaxşı nəticələr əldə edə bilərlər. Hı -hı. Bu planlamayla, yazmayla bağlı bir əlavə də eləmək istəyirəm. Çünki siz özünüz də mütləq ki, bu yəni məlumatlısınız şübhəsiz ki, araşdırmalar onu göstərir ki, ümumiyyətcə yazı yazmaq insan beyninə müsbət təsir edir, daha yaxşı yaddaşı formalaşdırır, beyni daha yaxşı işlədir. Əslində beyni işlək vəziyyətdə saxlamaq, yəni o formada saxlamaq üçün də yazmaq çox vacib metoddur. Bilirsiniz, dünyada ən yaxşı təhsil islahatları Finlandiyadadır. Finlandiya təhsil modelini, kurikulumu bir çox ölkələr tətbiq edir. Ancaq Finlandiyada artıq baxmayaraq ki, planşetlər, ya planşet üzərində yazılar və s. artıq o da təhsil sistemində artıq yeni tətbiqlər edir ki, necə bizim dövrümüzdə inşa yazırdıq, imla yazırdıq, yazı qabiliyyətimiz formalaşırdı və bu araşdırmalar göstərir ki, bu hətta qocalıqda belə müəyyən xəstəliklərin, Parkinson kimi, Alzheimer kimi xəstəliklərin önünü alan bir üsuldur. Yazıya qaydırıq və mənim iş həyatımda da bir menecerimdən öyrəndiyim bir xüsusiyyət var idi. O mütləq hər gün prosesləri yazırdı. Həm planlamanı yazırdı, sonra mütləq dönüb ona baxırdı, xərclərini yazırdı, maliyyəsi necə xərcləyir və s. Yəni bir yazı yazmaq, planlamaq ənənəsi formalaşmışdı və bu insanı çox haqlısınız ki, streslə mübarizədə dizginləyir. Misal üçün, mənim çox işim olur. Səhər əgər bunu yazmamışamsa, yəni bəndlərə qoymamışamsa, mənə çox xaotik görsənir və mən həyəcan keçirməyə başlayıram. Daxili narahat oluram ki, görən onu elədim, bunu elədim, amma elə masamın üzərindədir, baxın.
Belə yazmışam, sonra da belə qaralayıram, plus qoyuram, rəngləyirəm. O biraz da məni motivasiya edir ki, hə mən bu işlərimi görmüşəm. Çox gözəl tövsiyədir ki, doğrudan da abituriyentlərimiz də elə indidən öz günlərini, imtahanlarına müvafiq planlasalar daha yaxşı olar və biraz daha streslərini sanki idarə etmiş olurlar da, insanın öz-özünü motivasiya etmiş olur ki, hə mən bacardım, bunu edə bilmişəm və s. Bəzən gözümüzdə böyüdürük çünki bir şeyləri, amma bunu yazarkən bu bizə daha aydın, daha rahat olur. Görürük çünki. Bir də Bəli. öyrənməklə bağlı bir tövsiyə verim. Yazmaqdan, məsələn, dərs oxuduqları zaman bəzi insanların görsel yaddaşı çox yaxşıdır, bəzi insanların eşitmə yaddaşı çox yaxşıdır, bəzi insanlarda hər ikisi var. Məsələn, tələbələr var, deyir ki, mən kimlənsə bir yerdə danışa-danışa dərs oxuyanda daha yaxşı qavrayıram, daha yaxşı öyrənirəm. Bu ola bilər. Necə eləyə bilərlər? Birincisi, dərsi oxuyarkən də yazaraq öyrənmək deyən bir metod var. Özlərinə konspekt çıxarda bilərlər, yazaraq bir şeylər öyrənə bilərlər. Bu, həm onların artıq beyində şuuraltı olaraq yazma, belə deyim də, öyrəndiklərini artıq istəmsizcə bir yazma şeyi yadlarından çıxmış olsa belə, sualı görəndə avtomatik əl yazacaq bunu. Çünki istər-istəməz o onu yazıbdı, o sualı bilir. Hardasa şuuraltı. Sadəcə həyəcandan ola bilər ki, unutmuş ola bilər. Bir də belə bir metodda eləyə bilərlər. Əgər özlərindən danışaraq və səsi eşidərək daha yaxşı öyrənirlərsə, səslərini yaza bilərlər. Yüksək səslə dərs oxuduqları sırada yaza bilərlər. Sonra boş vaxtlarında o səsə qulaq asıb təkrar-təkrar həmin bilgiləri qulaqla da eşitmə yöntəmi ilə də özlərinə yaxşı bir formada bəlkə də bilərlər həmin bilgiləri. Çox sağ olun Nigar xanım. Düşünürəm ki, Afət xanımın təklif və rəyinə müvafiq olaraq biz mümkün qədər məlumat verə bildik. Abituriyentlər adına da sizə təşəkkür edirəm. Fəndlər üçün əslində bunlar yaxşı bir alətlərdir. Nigar xanım, cəmiyyətdə bugün, elə yenə də bu gün ərzində bir neçə proqram çəkilişində də qonaqlarımız bunu bildirirdilər. Ən böyük problemlərimizdən biri aqressiv davranışlardır. İnsanların bir-birinə Türklər demişkən təhamülü qalmayıb. Adi bir halda çox ciddi dava çıxa bilir. Bir insan bir insana bilmədən toxunursa, çiyini ilə o ona kobud reaksiya verə bilir. Çox təəssüf insanlarımız üzr istəyə bilmir, təşəkkür etməkdə əziyyət çəkir. Çox az görərik ki, hansısa məqamda kimsə ürəklə təşəkkür etsin və yaxud gülümsəsin. Əgər gülümsüyürsə, bu bəzən xanım və bəy arasında baş Məsələn, biz Avropa ölkələrində, inkişaf eləmiş ölkələrdə ən çox bəzən buna özənirik ki, daha anlayışlıdırlar, bir-birlərinə daha hörmətlə yanaşırlar, daha mehribandılar, gülümsərdilər, daha bir-birlərinin sərhədlərini qoruyurlar, tapdalamırlar. Bu məqamları biz xüsusi görürük və arzu edirik. Sizcə niyə bizdə belədir? Təbii ki, bunun sosial-iqtisadi məqamları var, qəliz bir Əsas elə məqamlardan biri də elə odur. Mən sırf bunun psixoloji məqamını sizdən eşitmək istəyirəm ki, niyə beləyik? Niyə beləyik? Çünki bizim insanımız özünü inkişaf etdirmir. Onlar niyə elədilər? Çünki əslində valideynlər hər yerdə demək olar ki, eyni şəkildə yetişdirirlər. İstər Türkiyədə olsun, istər bəzi xarici ölkələrdə olsun. Sadəcə xarici Avropa ölkələrində, Amerikada fərqli olan odur ki, uşağı biraz daha sərbəst böyüdürlər, bizimkinə baxanda, bizdəkilərə baxanda. Amma mən Türk dövlətlərindən danışsam, demək olar ki, hamımızın mental dəyərləri eynidir. Övlad yetişdirmə şəkli eynidir və bayaq da dediyiniz o özgüvən məsələsinə görə sən uşaqsan, sən sakit dur, kirbiş dur. Bax, əsas bu məsələlərə görə uşaqlar öz sözlərini və öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər böyüdükləri zaman. Özgüvənləri o barədə çox sarsılır. Bir də nəzakətlə bağlı valideynlər öz övladlarına bunu yaxşı bir şəkildə öyrətmirlər. Məsələn, qapıdan çıxdın, qonşu ilə rastlaşdın, ona salam vermək, ona sabahın xeyir demək bir utanılacaq, bir ayıb sayılacaq bir şey deyil. Və bunu valideyn elədiyi zaman uşaq da görür. Görür ki, bu normal bir şeydir, bu yaxşı bir şeydir. Sən ona sabahın xeyir dediyin zaman adi bir gülümsəməklə bəlkə onun bütün gününə təsir eləmiş olacaqsan. Və bu əslində sənə də xoş gələcək. Biz biraz da bencil insanlarıq. Özümüzə yaxşı olmayacağını düşündüyümüz heç nəyi eləmirik. Amma əslində yaxşı ola bilər bu. Birinə xoşbəxtlik bəxş etmək bizim hər birimizə yaxşı təsir edir. Kiminsə sənə görə özünü xoşbəxt hiss etməsini bilmək sənə çox yaxşı təsir edir günün sonunda. Məsələn, mən pasientlərimə xeyir
olduğunu, yaxşı təsir etdiyini, seansların nəticələrinin müsbət olduğunu eşidəndə, onlardan müsbət geri dönüşlər alanda mənim bütün günümü çox yaxşı gözəlləşdirir, özümü çox rahat, çox necə deyim, özümə yüksək dərəcədə özgüvənli hiss edirəm ki, deməli mən bu işi bacarıram, mən nəsə eləyə bilirəm, insanlara dəstək oluram. Ən önəmlisi insanlara yardım etməyi sevirəm deyə. Bu mənə çox yaxşı kömək eləyir ki, günüm daha yaxşı, daha pozitiv keçsin. Və bu valideynlər tərəfindən uşaqlara öyrədilməlidir, aşılanmalıdır ki, sən insanlarla nəzakətli bir şəkildə davranmalısan. Bəli, bəzi insanlar var ki, sərhədlərimizi çox zorluyurlar, çox bizim özəl alanımıza girməyə çalışırlar. Yəni sən nə qədər nəzakətli olsan da o daha aqressiv cavab verir. Bu halda da maksimum dərəcədə əsəblərimizi cilovlamalıyıq və bu sosial-iqtisadi məsələlər, kənardakı problemlər və s. Bunlar da təbii ki, bu insanların bu qədər aqressiv, bu qədər əsəbi olmalarını gətirib çıxardan amillərdəndir. Təbii ki, bir çox məqam ailədən gəlir və bizim belə bir sözümüz var idi də ki, ailə, uşaq evin güzgüsüdür. Hətta məktəbdə hansısa məsələdə şuluq eləyəndə, dəcəllik eləyəndə bizə deyirlər ki, evinizdə beləmi görmüsünüz? Biz mənə deməyiblər valla, mən çox ağıl sözə baxan uşaq olmuşam da, amma yəni elə deyiblər. Deyirlər ki, evinizdə beləmi qapını örtün, sizin evdə qapı açıq mı qalır? Yəni davamlı müəllimlər bizi evlə assosiasiya edirdilər davranış və təbii ki, bu boşuna deyil, yəni uşaq ailənin güzgüsüdür, doğrudan da bu belədir. Amma heç şübhəsiz ki, məktəb, ətraf mühit, dostlar, sosial fəaliyyətlər varsa, həmin sosial fəaliyyətlə məşğul olduğu ünvanlar da təbii ki, onun formalaşmasına dəstək olur. Amma deyəlim ki, ailədə görməyib, amma bəlli bir çevrəyə çıxıbdır, şəhərdə çox yaxşı bir plazada iş yerinə gedib gəlir, insanlarla ünsiyyətdədir. Amma niyəsə belə deyək də o necə deyim ki, yaxşı olsun, o tuş üz simasını, ünsiyyət qurarkən insanlara yuxarıdan aşağı baxma, məmnuniyyətsizlik, sanki kimsə danışanda onu küçümsəmə halı, yəni ki, qulaq asarkən elə bir mimikalarla, elə bir jestlərlə ona yanaşır ki, yəni ki, boş-boş danışır da, yəni danış qutar, işimizi bitsin. Ən düzünü mən bilirəm, ən yaxşısı mən bilirəm. Yəni, məncə bunun altında əslində çox ciddi psixoloji problem yatır. Ya şəxsiyyət pozuntusudur, ya özünə yetərsizlikdir. Aşağılıq kompleksi deyirlər buna. Ay sağ olun, psixologiyada dili nədirsə, yəqin ki, bundan əziyyət çəkir o insanlar. Bəli, başqalarına küçümsüyürlərsə, hə. Ciddi şəkildə bundan əziyyət çəkirlər və sevgi paylaşıldıqca, ümumiyyətcə həyatda xoş nələr varsa bu paylaşıldıqca çoxalan bir duyğulardır və ona görə düşünürəm ki, biz biraz da təbliğat aparmalıyıq, elə psixoloqlar özü də, çünki biz son dönəmlər buna çox inanırıq, bu haqda çox deyilir ki, həyat bumerangdır, bu enerjidir, gedir, dəyir və dönür sənə qayıdır. Düşünürəm ki, bu mövzuda biraz çox danışmaq lazımdır. Çox insanlarımızı karmanın var olduğundan mən də əslində inananlardan biriyəm və insanın elədiyi hər davranışın sabah onun üçün müsbətin müsbət, mənfinin isə mənfi şəkildə bir geri dönüşü vardır, mütləq ki vardır. Və əgər insan qarşısındakına yuxarıdan aşağı, yüksək dərəcədə belə özündən razı formada baxırsa, bu həmin insanın özünün əslində özgüvən aşağılığı, yəni aşağılıq kompleksi yaşadığını göstərir. Çünki bu adam özündə var olan o zəifliyi bildirməmək üçün, göstərməmək üçün özünü normaldan daha yüksək göstərməyə çalışır. Bu səfər də qarşısındakini əzərək bunu eləyir. Amma özünə əmin olan adam heç vaxt durub özünü səbəbsiz yerə tərifləməz, başqasını səbəbsiz yerə aşağılamaz, onu zəif görməz. Çünki o özünün fərqindədir. Lap birinci cümləyə başlayanda da qeyd etdiyim kimi insanlarımız özü özlərini yetişdirməyi bacarmırlar. Özü özünü necə inkişaf elətdirib yetişdirə bilər? Fərqli kitablar oxuyaraq, fərqli podkastlara qulaq asaraq, indiki dövrdə hər şey əlimizin altındadır. Yazıb ChatGPT-yə boş-boş məlumatlar əldə etməkdənsə, özümü necə inkişaf elətdirə bilərəm? Bir fərd olaraq, bir şəxsiyyət olaraq necə formalaşdıra bilərəm? Bunları yazsalar, çox gözəl nəticələr çıxardacaqlar onların qabağına, internetdəki bütün arama motorları. Buna görə də məsələ əsas da ailədən əlavə, dediyim kimi, sosial çevrə və insanın da özünə qatdıqlarıdır. Mən oxumağı seçmişəmsə, mən özümü inkişaf elətdirməyi, mən magistr oxumağı, mən doktorantura oxumağı, mən nə bilim filan yerdə işləməyi seçmişəmsə, özüm üçün eləyirəm bunu.
Heç bir valideynin, heç bir mənim övladımın da sabahsı gün bundan heç bir çıxarı yoxdur. Hər şeyi mən özüm üçün şəxsən eləyirəm ki, mən cəmiyyətdə normal bir fərd olaraq özümə yer qazana bilim və gələcək nəsillərə də bunu ötürə bilim. Bizim insanlar sadəcə indi yeni nəsil biraz bunu eləyir, amma orta yaş çox insan hətta psixoloqa qarşıdırlar. Hər kəs özü öz psixoloqu olmalıdır. O nədir? Mən gedib kiməsə niyə dərdimi danışmalıyam? Başa mənim dərdim yoxdur. Axtarsan amma tonlarla travması var ki, hamımızın var. Travmasız insan yoxdur. İlla ki hər birimizin yaşadığı. Və əsas məsələ də ki, biz cəmiyyət olaraq, toplum olaraq bir müharibə görmüş insanlara, soyqırım yaşamış insanlara. Əlbəttə, Ona hər görə nəsil hər demək olar ki, birimizin bizdə bəli bu müharibə həyəcanını yaşayıb. Ona görə hər birimizin bir travması var. Ən azından ortaq travmalarımız var. Qaldı ki, fərdi onlardan heç danışmıram belə. Çünki hər kəsin bəlli bir travması vardır illa ki. Travmasız həyat təbii ki, mümkün deyil. Bəzən Baxır insanlar bunun necə bundan öhdəsindən gəlirik. yəni insanlar bəzən bundan da yorulurlar ki, travma, güya keçmişdə bizim travmamız yox idimu, heç onda psixoloq yox idi, indi bir söz tapmısınız və olur yəni belə bəzən bəlli bir yaş qrupunda insanlardan bu rəyləri alırıq. Təbii ki, travmasız insan yoxdur, amma sizin də dediyiniz kimi bu hansı dərəcədədir, hansı ölçüdədir və həyatımıza necə təsir edir? Bəli, Əgər ki, gündəlik bu ciddi həyatımızı. həyat keyfiyyətimizə, peşəkarlıq dərəcəmizə, özümüzü ehtivada, təqdimatda bizə mane deyilsə, varsın yaşasın bizimlə. Yox varsa, bilmirəm, bəlkə də bu səhv fikirdir, amma mən belə düşünürəm. Yox, Amma elədir yox, əlbəttə ki. bu ciddi şəkildə mənim inkişafıma, münasibətlərimə, bu travma mən bilmədən baxıram ki, hansısa prosesdə bu məndə alınmır, iş həyatında mı, şəxsi həyatda mı, evlad valideyn münasibətində mi sıxıntı yaşayıramsa, mütləq demək ki, bu mənim mövcud travmalarımın hərəkətlərimə, davranışlarıma yansıdığı haldır və ona görə bunun həllini tapmaq lazımdır. Buna Hazır. görə də psixoloji sağlamlıq, terapiyalar çox vacibdir. Əslində çox da ümidsiz deyiləm mən cəmiyyətlə bağlı bu mövzudan Yavaş-yavaş ki, inkişaf eləyirik. inkişaf edir. Əvvəllər elə səhər bir proqramda yenə proqramda danışırdım, mütəxəssis deyir ki, əvvəl bir deyəndə ki, psixoloq deyirdilər ki, dəli doktoru. Çox şükür ki, artıq bunu atlatmışıq. Biz başa Psixiatrada düşürük ki, işləndə ümumiyyətlə yox, psixiatr nə yox, ay sağ danışırsınız? olun. Halbuki necə ki, bioloji olaraq bizim hansı orqanımız ağrıyır və müalicə alırıqsa, ruhumuz da mütləq ki, xəstələnir, ruhumuz Əlbəttə da ki. incinir, ağrıyır, darıxır, sıxılır və bunun üçün də əlbəttə ki, psixoloqlarımız var. Düz. Gəxəm, bir də bilmirəm bu mövzunu nə qədər müzakirəyə açmaq doğrudur, amma biraz da cəmiyyətimizdə əslində mövcud olan psixoloji problemlərdən biri də bizim yeniyetmələrlə bağlı cinsi tərbiyənin zəif olmasıdır. Əslində biraz da depressiya, biraz da aqressivlik, özünü ifadə edə bilməmə, özünlə çaşbaş olma. Keçən mən bir mövzu üzrə araşdırma edirdim və orada çox xoşuma gələn bir fikir oldu. Deyir ki, yeniyetməlik bir fırtına kimidir. Fırtınalı bir dönəmdir və valideyn o dönəmdə kapitandır. Biz baxmalıyıq ki, bu fırtınalı dönəmdə biz necə o sükanı əlimizdə saxlayırıq. Ya çoxmu sıxırıq uşağı, yoxsa çoxmu boş buraxırıq? Çox nəzarət hansı mərhələdədir? Boğucudurmu, yoxsa qoruyucudurmu, nə məqsədlidir? Yəni oxuduqca görürəm ki, nə qədər qəlizdir mövzu əslində. Yenə deyirəm, eyni zamanda da mamalarımızın və yaxud daha yaşlı nəslin dediyi kimi o dönəm, amma o dönəmin də insanları bugün kifayət qədər özünü tapmaqda, bəlli bir yaşa gəliblər özlərini ifadə etməkdə, xoşbəxt ola bilməkdə əziyyət Düzdür, çəkirlər. orta nəsil bu dəqiqə, yəni orta yaş Çox nəsli ciddidir. çox problemlər yaşayırlar. Gəlir adam da 45 yaşın üstündədir. Yəni həyatda hər şeyə nail olub da bu insan bir insan olaraq nail ola biləcəyi hər şeyə nail olub, amma özünü hələ də tapmayıb. Mən kiməm, mən nə istəyirəm, mən bu cür həyat istəmirdim əslində, məni belə yönləndirdilər, mən bu gün olmaq istədiyim yerdə deyiləm və s. amma hər şeyi var adamın. Doğrudur. Sözümü ona gətirirdim ki, bugün gördüyümüz problemlərin kökündə həm də cinsəl tərbiyənin olmaması və ya az olmasıdır. Yəqin ki, izləyicilərimizin içində yeniyetmə evladı olan var və yaxud ətrafında var bu sayda insanlar.
Nə düşünürsünüz? Biz nə etməliyik bundan bağlı? Ümumiyyətcə bir psixoloq olaraq valideyninə tövsiyə versəydiniz, Hı hı. və yaxud bəlkə böyük qardaşdır, yeniyetmə qardaşı var, böyük bacıdır, yeniyetmə bacısı var. Bu mövzuda nə etməlidirlər? Bu Hı tərbiyə hı. necə təşkil olunmalıdır? Mən ümumiyyətlə təkcə yetişkinlərlə yox, həm də 14-15 yaş üstü yeniyetmələrlə də işləyirəm. Çünki onların problemləri artıq 18 yaş üstü yetişkinlərlə demək olar ki, eyni şey olur. Ya təşviş pozuntusu, depressiya, nə bilim, özgüvən problemi və s. kimi şeylər olur və onlarla işləmək daha rahatdır. Çünki fikrini ifadə etdiyin zaman onlar çox daha tez psixoterapiyaya adaptasiya ola bilirlər və çox daha tez onları bəlli bir şəkildə özlərinin də seçdikləri yolda yönləndirmək daha rahat olur. Hı. Buna görə də onlar elə düşünürlər ki, bütün dünya o yeniyetməlik dövründə, o keçid dövründə onlar elə düşünür ki, bütün dünya onların ətrafında dönməlidir. Bu belə olmalıdır. Hər kəs məni anlamalıdır və heç kəs məni anlamır. Mən isyanlardayam. Anam, atam mənə çox qarşı çıxırlar. Mən azadlıq istəyirəm. Mən bir şeylərə özüm, çünki o artıq özünü böyümə çağında hiss edir. Bədən dəyişir, avtomatik olaraq bəzi cinsi proseslər getməyə başlayır. Qızlarda bəzi bəlirgin özəlliklər ortaya çıxır. Oğlanlarda da eyni qaydada səs dəyişir, Hormonlar görünüş dəyişir. bir-birinə qarışır. Hə, buna görə də biz onları qınayırıq. Ailədə artıq valideynlər gəlir. Mən yeniyetmə olanda problemin bir çox hissəsini əslində valideynlə işləməyə üstünlük tuturam və yaxud da valideyni yönləndirirəm bir həkimə ki, siz də artıq o əsəbi, o gərgin durumdasınız və bu sizin uşağınızla olan münasibətinizə yansıyır. Burada valideynlər nəyə diqqət etməlidirlər? Onu dinləməyə. Bir dinləyin, görün bu uşaq nə istəyir, bu uşağın dərdi nədir ümumiyyətlə. Bir də ən əsası bizim valideynlər yox deyərkən səbəb göstərmirlər. Baxın, əziz valideynlər, siz həyatda bir çox şeyi təcrübədən keçirib, gəlib bugünkü gün bizə bir şeylərdə hə ya da yox deyərkən bunu öz təcrübələrinizə əsaslanırsınız. Amma necə ki sizin özləri deyirlər, bizim başımız daşa dəyib, sizinki dəyməsin. Amma necə ki sizinki dəyib və siz başa düşmüsünüzsə, gərək bizimki də dəysin. Bizim başımız daşa dəymədən biz o təcrübəni əldə etməyəcəyik. Kiminsə sözü ilə hərəkət eləməkdənsə, deyir, yüz eşitməkdənsə bir görmək yaxşıdır. Qoy bir dəfə başınıza gəlsin. Düzdür, siz yenə də əhatədə olun, yenə də bəlli bir çərçivədə onu izləyin, qorumağa çalışın, amma nə çox sıxmadan, nə də çox boş buraxmadan. Amma Nigar xanım, bu çox riskli məqamdır. Bəzən uşağın başı elə bir daşa dəymək istəyir ki, bu çox riskdir. Bu Tam böyük o anda onu problemdir. oradan çəkib ala bilərsiniz. Tam o anda çəkib ala bilərsiniz. Burada da əslində sizin o uşağı necə yetişdirdiyiniz və o uşağa nə dərəcədə güvəndiyinizlə əlaqəli bir durum var. Uşağı yetişdirməyi bilirsənsə, sən bilirsən ki, bu uşaq mən onu nə qədər sərbəst buraxsam da gedib narkotik maddəyə qoşulmayacaq, içkiyə qoşulmayacaq, siqaretə qoşulmayacaq, pis vərdişlər əldə etməyəcək. Bunları bilirsən. Amma baxdın ki, ətrafında biraz onun dərsinə, işinə, gücünə pis təsir edən dostları var. Yox, filan kəslə görüşmə. Bu düzgün deyil. O sırf bunun acığına gedib elə o uşaqla daha çox vaxt keçirdəcək. Amma qoy özü, əgər sən əvvəlcədən öncə görənlik eləyib bilirsənsə ki, bir valideyn olaraq bu uşaq buna pis təsir edir, qoy özü anlasın. Özü anlayandan sonra bundan sonraki həyatında çevrəsindəki insanları daha rahat, daha professional seçməyə başlayacaq. İnsanlar var ki, illərlə dostluq edirlər, amma bir yerdən sonra başa düşürlər ki, yox, bu insan düzgün insan deyilmiş mənim üçün. Çıxar ilişkisiymiş ya da hər nəysə başqa bir şey ya da artıq bəlli bir nöqtədən sonra bir-birimizin tamamən fərqli düşüncələrdə olduğumuzu anlayırıq və o insanın həyatımızı uzaqlaşdırırıq. Bunu valideynlər özləri qoymalıdırlar, şərait yaratmalıdır ki, uşaq özü anlasın. Mənim anamın mənə dayanmadan dediyi eyni sözlər var idi bəlli bir mövzuda. Mən o qadını dinləmədim. Sonradan təbii ki, onun dediyi yerə gəldim, çıxdım. Sonra o mənə deyəndə ki, görsən mən sənə demişdim, dedim düz deyirsən. Sən mənə demişdin, amma bunu mən özüm anlamalıydım. Çünki sənin deməyindən mən o şeyi eləməkdən vaz keçən deyildim. Amma özüm anlayandan sonra bu dəfə artıq bir də elə bir şey, yəni bir insanla bağlı, bir münasibətlə bağlı, bir rəfiqə ilə bağlı, mən artıq o insanı görmək belə istəmirəm. Çünki özüm gördüm. Çox pis nəticə olmaması üçün vaxtında bəlli bir şəraitdə dediyim kimi nə çox boş buraxmadan, nə də çox sıxmadan izləmək lazımdır. Onu normal şəkildə takib etmək lazımdır ki, bu uşaq hara qədər gedib çıxa bilir. Dediyim kimi o uçuruma yaxınlaşan anda artıq onu oradan çəkib ala bilərsiniz. Amma yox deməmişdən əvvəl onlara səbəbini vermək lazımdır. Nəyə görə? Çünki onlar məntiqlidirlər. Əslində bizi anlamağa açıqdırlar. Dinlənilməyə və özlərini ifadə eləməyə çox açıqdırlar. Sadəcə buna şərait yaratmaq lazımdır.
valideynlər tərəfindən. İzləyicilərimizdən biri də yazıb ki, bəs özü anlayanda gecə olur axı, çox Elə pis ona nəticə cavab olur verdim. orada. Hə, yəni mən belə deyək də ümumiləşdirsək, ə, biz elə bir şəxsiyyət yetişdirməliyik ki, əslində bizim ona verdiyimiz tövsiyələrlə, oxuduğu kitablarla, baxdığı filmlərlə, öz çevrəsi ilə əslində yaxşını pisdən ayıra bilsin özü Özü və ayırsın. özü ayırsın və biz bəzən evlatlarımıza nəyisə deməyə ehtiyac yoxdur. Biz öz davranışlarımızla onu tərbiyə edə bilərik. Mən bir dəfə bir Bəli. sosial rolika baxmışdım internetdə və çox xoşuma gəlmişdi. Valideyn uşağı qoyur qarşısına və deyir ki, bax yalan danışma, yalan danışmaq çox pis şeydir. Və sonra telefon çağırır, telefon dəstəyi alır və dəstəkdə yalan danışır. Deyir ki, filan kəs evdədirmi? Evin kişisini soruşur. Deyir ki, yox. O baxır ona, o da deyir ki, yox, yoxdur, nə yoxam. O da deyir ki, yoxdur və burada diqqət ona çəkirlər ki, yəni sənin 30-40 dəqiqə ərzində verdiyin tövsiyə sıfıra bərabərdir. Hərəkətlərinə Çünki uymuyor. sən bir tövsiyə verdin, amma bu tövsiyənin ardından özün götürdün dəstəyi və bir yalan danışdınsa, artıq yalan danışma, ayıbdır demək heç bir şey yaramır. Və yaxud da ki, eyni ilə məsələn qız uşaqları anaya baxır, ananın davranışlarına baxır, onun geyiminə baxır, onun danışığına baxır, onun rəftarına baxır. Bayaq çox gözəl vurğuladınız. Əgər evlad uşaq görürsə ki, ana, ata ətrafına mehribandır, qonşu ilə salamlaşır, yerə zibil atmır, elementar bir şeyləri, yəni elə ciddi insanlar maşının şüşəsini aşağı salır və zibili çölə atır ki, elə ciddi insanlar ayağının altındakı böyük bir daşı, taxtanı, maniyəni görməzdən gəlib üstündən keçir ki, çox elementar insani keyfiyyət və vətəndaş mövqeyidir ki, bunları eləmir. Təbii ki, onun evladı da onun kimi olacaq, çünki ondan onu görür. Hə, bu indi izləyicimizin də deməli zombi şəkilləri çəkir, evladına bağlı narahatçılığını ifadə edir. Məsələ ondadır ki, burada maksimum dediyim kimi doğru yetişdirmə önəmlidir, imkan vermək və yönləndirmək lazımdır ki, oxusun, bilsin, yaxşını pisdən ayıra bilsin və ən vacibi başa düşüldüyünü, bayaq çox gözəl vurğuladınız, eşidildiyini, yəni qulaq asmaq yox ha, həqiqətən eşidildiyini hiss etdiyi anda uşaq da valideynindən uzaqlaşmır. Adətən Bəli. o aradakı körpü valideyni məni anlamır, mən davamlı tənqid edir, başa düşmür, bundan başlayır və nəinki yeniyetmələrdə, elə yetkin insanların da münasibətlərində ən böyük qopuqluq anlaşılmamaqda və eşidilməməkdədir. Burada bir neçə rəy var, istəyirəm mən oxuyum. İzləyicimiz yazır ki, çox pis şəkillər çəkir, zombi şəkilləri Mən çəkir. məsləhət görərdim ki, övladınızla bərabər yaxınlaşın insan yaşam mərkəzinə, istər mən, istər digər mütəxəssislərimiz. Çünki şəkillər bizim şuuraltımızın, daxili dünyamızın təzahürləridir. Yazılarımız, şəkillərimiz, gördüyümüz yuxular və s. Bir yaxınlaşın, bir konsultasiya eləyək. 15 dəqiqə konsultasiyamız ödənişsizdir. Konsultasiyanı eləyək, ya mən, ya digər mütəxəssislərimiz, heç bir fərqi yoxdur. Baxaq, ondan sonra nə məsləhət görərsə mütəxəssis, ona uyğun da bir yol izləyərik sizinlə. Çox gözəl vurğuladınız Nigar xanım. Mənim öz yaxın ailə üzvlərimdən biri ilə yaşadığım bir məsələdir. Və bir gün biz gördük ki, bu uşaq telefona şəkillər qoyur, şəkillər seçir. Seçdiyi şəkillər bu zombi dediyimiz, bu qorxulu, sanki o təsvir olunmuş ruh kimi də belə nə deyirik bunlara? Nəsə də qorxu əks etdirən şəkillərdir. Və mən bunu telefonda görən kimi həmən onun anasıyla bu haqda danışdım. Heç öyle onda insan yaşam mərkəzi də yox idi və s. ərəfəsindəydik. Və mən onun anasına bunu bildirdim. Üstündən bir 6 ay, 8 ay bir müddət keçdi. Sonra xanım mütəxəssisə müraciət elədi və gördük ki, uşağın daxilində o qədər fırtınalar var imiş ki, əslində çox sakit görünür. Hər şey yaxşıdır, ünsiyyəti pis Baxdığın deyil. zaman heç nə hiss Sözə olunmur. baxılandı, maması deyir otur, dur. Bir hissəsində yeniyetmələrdə bu da ciddi bir patologiyadır. Otur, dur misaldır. O Amma olmamalı, yəni yeniyetmə dediyin isyankar olmalıdır. bəli, və məlum oldu ki, uşaqdakı psixoloji vəziyyət o qədər gərgin imiş ki, hətta intihar etməyi belə düşünürmüş.
İndi Elədir. uzaq olsun bizim izləyicimizə. Yəni burada şəklin, görsəlin nə qədər önəmli olduğuna diqqət çəkmək istəyirəm ki, niyə bu vacibdir? Mütləq, əgər normal görmürsünüzsə ki, uşağınızın çəkdiyi şəkillər, baxdığı şəkillər, cizgi filmləri, yenə bizim bir çox yaxın bir qohumumuzun uşağı keçən dəfələrdə görürəm ki, televizorda bu Koreya filmləridir, Animelər. animasiya filmidir. Heç nə başa düşmür. Orada ancaq belə uçan obyektlərdir, güya oğlanlar, qızlardır. Hmm, Qırışırlar, bir belə aqressiya başından götüstü çıxır, gözündən işıq çıxır və s. Yəni çox ciddi aqressiya təbliğ edir bu film bəli. və uşaq saatlarla sakitcə ona baxır və ana bunu Hmm, görmür. Ana üçün önəmlidir çox ki, böyük okey, problemdir sakit bu. oturur. Çox böyük problemdir və onun şüuraltısına, psixologiyasına nə qədər o pis təsir edir və oynayanda da hiss edirik ki, uşaq ancaq qışqırmağa meyillidir. Nə Təbii ki. olsa, 2 gün ərzində biz qonaq idik. Mən onu müşahidə elədim ki, bu mütləq onun baxdığı məsələlərdir. Və sonra bu bunun çizimlərinə də hər şeydə təsir eləyəcəkdir. Əlbəttə ki. Sonra bir Nərmin Zeynalova xanım izləyicimiz yazıb ki, Nərmin xanım mənim belə pasiyentimdir. ay nə gözəl, nə gözəl. Hə, yazıb ki, pis vərdişlər əslində bəzi duyğuların əksikliyindən qaynaqlanır. Tamamilə Düzdür. haqlısınız. Mən artıq bu Nigar xanım kimi, bizim dəyərli mütəxəssislərimiz kimi psixoloqların çevrəsində artıq kim mənə həm xəstəlik, həm nə bilim miqren, nə bilim bir çox məsələlər, ruhsal narahatçılıqlar, yata bilməmək, sinirsel məsələlər nədən danışdılar deyirəm ki, psixoloqdur. Birinci psixoloqa gedin. Əgər bunun digər bioloji tərəfləri varsa, anatomik tərəfləri varsa, hə o zaman həkim, amma birinci mütləq psixoloqa müraciət etmək lazımdır. Çünki çox şeyin səbəbi vallah psixolojidir. Mən Elədir. bunu öz Bir çox həyatımda da çevrəmdə psixosomatik də görürəm. xəstəliklər yaranır insanlarda, psixoloji olaraq narahat olan insanlarda. Bu somatik olaraq da özlərini göstərə bilirlər. Bir də şəkillərlə bağlı belə bir şey demək istəyirəm, əlavə eləmək istəyirəm sizin dediklərinizə də. Biz hardasa təqribi 3 yaş, 5 yaş aralığında və ondan daha böyük yaşlardakı uşaqları anlamaq üçün, indi mən onlarla işləməsəm də, onların ümumi konsultasiyasına aparmağı bacarıram və lazım olduğu zaman onlarla işləyən mütəxəssisə yönləndirirəm. Biz onlara baxdığımız, onların çəkdikləri şəkilləri gördüyümüz zaman, məsələn, ağac şəkli olur, insan şəkli olur. Biz o uşağın o şəkillərdən fərdi inkişafının nə dərəcədə düzgün gedib getmədiyini, yaşına uyğun bacarıqlarının inkişaf edib etməməyini, nə kimi qorxularının olduğunu, ümumiyyətlə qorxuları varmı, yoxmu? Çünki uşaq olanda hər birimizin bəlli bir beynimizdə qurduğumuz qorxulu şeylər olur da. Onun qorxuları varmı, yoxmu? Bəlkə evdə kimsə kiməsə şiddət uyğulayıb, bu onun üçün bir qorxudur. O şəkildə onu ifadə eləyəcək, çəkərkən ifadə eləyəcək, o oyun oynayanda bunu ifadə eləyəcək. Bunlar önəmli faktorlardır ki, biz əslində uşaqların daxili dünyasını bu şəkildə çox qəşəng anlaya bilirik. Məsələn, bir çox psixiatrik xəstəxanada yatan xəstələrin çəkdikləri şəkillər var. Bu onların sağalma dönəmlərini də göstərir. Bu onların xəstə pozuntularının, xəstəliklərinin ən ağır vaxtlarını da göstərir və bariz bir şəkildə o qaranlıq, o xaotik şəkillərdən aydınlığa doğru keçid dövrünü belə görmək mümkün olur yəni. Ona görə bu önəmlidir. İnsanların çəkdikləri şəkillər, əgər əl qabiliyyəti, bacarığı varsa, mən hər zaman pasientlər deyəndə ki, şəkil çəkirəm, deyirəm ki, verin, gələn dəfə gələndə baxın mən onlara. Çünki biz bu zaman onun daxilində nələr baş verdiyini anlaya bilirik. Aynigə xanım, bizim izləyicimiz yazmağa davam edir bu məsələ ilə bağlı. O bildirir ki, bəs şəkilləri görəndə çəkməsinə göz yumum, yoxsa qadağa edin? 15 yaşı var uşağın. Qadağan deyilən bir şey eləməyin. O çünki özünü rahatlatma yöntəmi olaraq şəkillər çəkməklə ifadə edə bilir. Sadəcə dediyim kimi onu dinləyib anlamaq lazımdır ki, görək niyə bunu çəkir. Xoşumu gəlir, özünü elə görür, ətrafındakı insanlarımız onu bir şəklində görür. Bəlkə ola bilər cəmiyyəti, ətrafındakiləri o şəkildə görsün, ya özü özünü o formada sadəcə yaşayan bir ölü kimi görə bilər. İndi bu bir düşüncədir. Hər kəsin beynində fərqli düşüncələr yarana bilər. Ona görə də məsləhətim o olar ki, həqiqətən də bir mütəxəssisə müraciət edin. Qoy o sizi yönləndirsin. Qadağan eləmək onda buna daha çox maraq yaradacaq və o bunu siz görsəz də görməsəz də yenə də eləyəcək. Daha bəlkə də fərqli şeylərlə bu aqressiyanı içindən çıxardıb ifadə eləməyə çalışacaq. Ona görə qadağan eləməyin. Sadəcə anlamağa çalışın və yaxud da bir mütəxəssisə müraciət edin. Bəlkə sizə deyə bilmədiklərini bir tərəfsiz, üçüncü bir şəxsə danışa bilər.
Nigar xanım, mənim səsim gəlir? Gəlir, eşidirəm sizi. Gəlir. Hə, bir anlıq Hı dondu hı. sanki. Hə, Belə dostlar, bizim saatımız tamamlanır. Mən sizə Nigar xanım təşəkkür edirəm. mən Çox sizə sağ olun təşəkkür ətraflı edirəm məlumat dəvətiniz üçün. üçün. Bizi izləyən, dinləyən bütün izləyicilərimizə də minnətdaram. Biz İnsan Yaşam Mərkəzi olaraq yenə də əlimizdə mümkün bu alət vasitəsilə maarifləndirməyə, daha çox insana fayda verməyə və daha çox insanı bu kirli məlumat mühitində doğru Bəli, məlumatlarla məlumatlandırmağa davam onu çox edəcəyik yaxşı inşallah. vurğuladınız. Çox fərqli məlumatlar var. Gəlirlər pasientlər, məndə filan xəstəlik var. Bir dəqiqə dayan. Hardan çıxardırsan? Kim deyib? Hansı mütəxəssis, hansı psixiatr, hansı nevroloq, kim qoyub sənə bu diaqnozu? Yox, mən araşdırmışam internetdən, oradan buradan elə olmaz. Müraciət eləyin. Özünüzdə gördüyünüz bizim səhifəmizdə bir çox pasientlər haqqında elə mənim özümün də digər mütəxəssislərin də videoları var. Əgər sizdə bunlar varsa, deməli bu şeydən əziyyət çəkirsiniz. Çox güman ki, deyə videolarımız var. Baxsınlar, maariflənməyə çalışsınlar. Özlərində gördükləri hər hansısa simptomlarla bağlı mütəxəssisdən bir diaqnoz almalıdırlar və bu psixoloqun qoyduğu bir diaqnoz olmur. Genel olaraq klinik psixoloqlar ilkin diaqnozu qoyub psixiatra yönləndirirlər və yaxud da nevroloqa yönləndirirlər. Ona görə də maarifli bir şəkildə düzgün, ürəyimiz ağrıyanda kardioloqa getdiyimiz kimi, əhval-ruhiyyəmiz pozulanda, özümüzü narahat, təşvişli hiss eləyəndə də mütləq dərəcədə bir klinik psixoloqa və ya bir psixiatra müraciət etməliyik. Yayının sonunda demək istədiyim bir cümlə var. Çox sevirəm bu cümləni ki, bu özümdə də müşahidə etdiyim bir şeydir. İnsanın ruhu xəstələnmədən bədəni xəstə düşməz. Çox güman ki, bədəninizdə ağrılar, xəstəliklər, daim özünüzü narahat, yorğun, aqressiv, təşvişli, depressiv hiss edirsinizsə, çox güman ki, bunun altında yatan bir psixoloji bir pozuntu, bir səbəb var və çalışın ki, bunu uzun zaman keçmədən, pozuntuya çevrilmədən vaxtında anlayıb, vaxtında bununla bağlı bir hərəkətə keçəsiniz ki, daha sonra çox böyük fəsadları olmasın. Çox sağ olun Nigar xanım. Bizə Siz sağ təşəkkür olun, edənlər, gözləyirəm. izləyicilərimizə də mən bir daha təşəkkür Sağ edirəm. olun. Yolunuza davam, növbəti canlımızda görüşərik. Sağ olun. İnşallah özünüzə yaxşı baxın. Uğurlar Siz də, hər birinizə. siz də. Sağ olun. Sağ olun.